Mecnun'un eşki hakkında. Yuxusuz gözlerin taxtına sultan, matəm ordusuna sərkərdə olan, sevda yollarının o yalnız səsi, aşiqlər mülkünün qəm divanəsi, fəryada, naləyə, bəlaya məftun, Bağdad ellərinin qanunu Mecnun. O qəm dovulunun təbil sahibi, hicran kilsəsinin sevda rahibi, o aşkar gəzən div, o gizli cadu, şeyda aşiqlərin şeyda harutu. Bir Keyxosrov olan o taçsız, taxtsız, o 100 min bədbəxti düşünən baxtsız, qarışqa selinə köməkçi duran, taxtını ahular belində quran, sirli qələləri fəth edən hünər, sahibsiz yerlərə o keşikçi ər, qəlbi dəniz kimi daima daşqın, o Mecnun könüllü, sevdalı, şaşqın. 2-3 aşiqə olmuşdu həmdəm, onların qəlbində bir bəla, bir qəm, sevda yuxusundan qalxıb hər səhər, Leylini görməyə bir gedərdilər. Mecnunun dilində əzbərdi Leyli, başqa heç bir sözə düşməzdi meyli. Yanında özgə bir at çəkən olsa, onu dinləməzdi, dinməzdi əsla. Gedib Leyligilin qəbiləsinə, yurd olan Nəcd adlı dağ sinəsinə. Mecnun ah çəkərdi, ağlardı zar zar, o dağda tutardı daima qərar. Yıxılıb durardı sərxoşlar kimi, əl çalıb oynardı dərdi var kimi, ürək yandırardı zəngulələri, qaçardı gah geri, gah da irəli. Gözdə coşardı dərdi, o səba yelinə xitab edərdi. Oyan, tezdən oyan səba yeli sən, get asıl Leylinin ipək delindən. Söylə ki eşqindən məhv olan yazıq, sənin yollarına döşənmiş artıq. Alır sorağını səba yelindən, o daşa, torpağa dərd açır bəzən, qoy əysin qapından bir elçi rüzgar, bir ovuc torpaq ver ona yadigar.